Ölkədə uzun müddətli bayram tətili sona çatır. Artıq bu gündən bölgələrdə Bakı və Sumqayıta qayıdanlar avtovağzallara axın edib. Ölkənin 4-cü böyük şəhəri Mingəçevirdə fəaliyyət göstərən avtovağzalda o qədər sıxlıq gözə dəyməyib. Mingəçevir Beynəlxalq Avtovağzalının direktor müavini Behçət Məmmədov bugün informasiya proqramına açıqlamasında bildirib ki, sərnişinlərin rahat gediş-gəlişini təmin etmək üçün əvvəlcədən tədbirlər görülüb. Heç bir çətinliyimiz yoxdur. Ona görə ki, biz əvvəlcədən buna hazırlaşmışdıq. Əlavə avtobuslar və mikroavtobuslar hazırlamışıq ki, sıxlıq olmasın, qiymət artımı olmasın, cəmaət mənzil başına vaxtında gedib sata bilsinlər. Hal-hazırda orta tutumlu və xırda tutumlu 10 dənə əlavə maşın saxlamışıq, 5 dənə də böyük tutumlu, çox tutumlu avtobus təşkil etmişik. Heç bir sıxlıq olmayacaq, heç bir çətinlikdə, yəni biz bunu əvvəldən qarşılığını almaq üçün bunları hazırlamışıq, heç bir sıxıntı da olası deyil. Qeyd edək ki, Nur şəhərində Bakı və Sumqayıta qayıdan sərnişinlərin təhlükəsiz mənzil başına çatdırılması ilə yanaşı, avtobuslarda hər hansı qiymət artımında olmaması üçün də nəzarət tədbirləri gücləndirilib. Rahim İbrahimoğlu, Rəvan Məmmədli, bugün informasiya proqramı üçün.